Bir şəhərdə bir hakim var idi. Hamı onu güclü və toxunulmaz sayırdı. Kim onun səhvini desə dərhal susturulurdu. Bir gün bir qələm sahibi onun etdiyi haqsızlığı yazdı. Hamı ona dedi: "Sus, özünü oda atma. Güclü ilə mübahisə edən yanar." Amma o cavab verdi: "Əgər hamı susarsa, haqsızlıq qanuna çevrilər." Hakim qəzəbləndi və onu məhkəməyə verdi. Düşündü ki, qorxu həqiqəti boğacaq. Məhkəmə günü qələm sahibi sakitcə dedi: "Mən sənə qarşı yox, haqsızlığa qarşı yazmışam. Əgər sözüm yalandırsa, həqiqət məni məğlub etsin. Yox, əgər doğrudursa, ən böyük hökmü zaman versin." Zal sustu. Çünki insanlar anladı ki, bəzən ən ağır hökmü məhkəmə yox, vicdan verir. Güc həqiqəti gizlədər, amma məhv edə bilməz. Reportajımın nəqlinə bu kiçik ibrətamiz hekayə ilə başlamağım da elə nəql edəcəyim hadisələrlə bənzərdir. Mən bu hekayənin bir qələm sahibi, Əlibala Məhrəmzadə isə güclü hakimidir. Amma haqqa söykənməyən, zorun hökmü ilə ədalətin səsini boğub həqiqəti gizlətməyə çalışan hakimi. Onun və ailəsinin sahib olduğu şirkətin Quba rayonu ərazisində qanunsuz tikdirdiyi obyektlərlə bağlı yayımladığımız sonuncu reportajdan sonra millət vəkili Əlibala Məhrəmzadə barəmizdə məhkəməyə müraciət edib. Bu məhkəməyə səbəb olan proseslərin izahını daha sonra nəql edəcəyim. İndi isə biraz bu məhkəmə prosesindən danışaq. Xüsusi ittiham qaydasında tərtib edilən şikayət ərizəsinin bir hissəsi deputatın hesabatı, bir hissəsi bizim yayımladığımız sujetin mətni, bir hissəsi isə hələ heç kəsin anlamadığı utopikadan ibarətdir. Ərizə mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddələri ilə cinayət təqibinə başlanması tələbi ilə başlasa da, sonda Seyfullayev Elbrus Ramizoğlu'nun 147.1 və 178-ci maddələri ilə cəzalandırılması tələbi ilə yekunlaşır. Yəni, praktik olaraq bizdən şər böhtan atma tələbi ilə şikayətçi olan Əlibala Məhrəmzadə məhkəmədən Seyfullayev Elbrus Ramizoğlu'nun dələduzluğa görə cəzalandırılmasını tələb edir. İndi gəlib bu şikayət ərizəsinə əsasən öz təqsirsizliyini sübut edib, öz hüquqi müdafiəni təşkil et. Bu ərizə ilə biz sabah Xaçmaz rayon məhkəməsində ikinci hazırlıq iclasına çıxacağıq. Amma hələ də təqsirləndirildiyimiz şikayət ərizəsində adı çəkilən Elbrus adlı şəxsin kim olduğunu və bu ərizədə niyə peyda olduğunu bilmirik. İndi isə deputat Əlibala Məhrəmzadənin məhkəməyə üz tutmağa məcbur qılan reportaja və həmin reportajda səsləndirilən informasiyalara diqqət yetirək. Millət vəkilinə aid olan, hazırda isə onun qardaşının adına rəsmiləşdirilən ANC Holding MMC tərəfindən Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında həmin mərkəzin olduğu inzibati binanın yaxınlığında tikilən obyektlərin qanunsuz olaraq inşa edilməsini yazmışıq, səsləndirmişik. Qeyd edək ki, bu haqda hazırladığımız reportaj ötən ilin mart ayında yayınlanıb. Amma Əlibala Məhrəmzadə bir il bundan əvvəl yayınladığımız reportajda ifadə edilən informasiyalara görə bizi indi məhkəməyə verir. Həmin reportajın silinməsi üçün etdiyi bütün kirli təkliflərin bir nəticə vermədiyini, daha sonra sujeti silməsək belə, heç olmasa bir daha o mövzuya qayıtmamaq istiqamətində bizə yönəlik etdiyi bütün xahiş və istəkləri nəticəsiz qalan Əlibala Məhrəmzadənin həmin reportajın hansı hissəsində və cümləsində şərə böhtana məruz qalması çox maraqlıdır. Sözü gedən həmin tikililərin qanunsuz aparıldığını bəyan edən ən son subyekt bizik. Sifarişçi ANC Holding MMC tərəfindən Quba şəhəri Nəriman Nərimanov küçəsi 75 ünvanında tikilən həmin obyektin yerləşdiyi torpaq sahəsi ehtiyat fondu təyinatlıdır. Qanunvericiliyə əsasən bu tip torpaqların istifadə qaydalarının yalnız Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilə bilməsi hörmətli millət vəkilimizə məlumdur yəqin. Tikililərin qanunsuz olduğunu bəyan edən növbəti dövlət qurumu isə Fövqəladə Hallar Nazirliyidir. Nazirliyin tikintidə təhlükəsizliyə nəzarət dövlət agentliyinin 27 oktyabr 2023-cü il tarixli, 30 yanvar 2025-ci il tarixli və 19 noyabr 2025-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarları var. Həmin qurum artıq bu barədə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə rəsmi müraciət edib. Tikintilərin qanunsuz olduğunu bildirən növbəti dövlət instansiyası Daxili İşlər Nazirliyidir. Faktla əlaqədar olaraq cinayət açılıb. İş hazırda Quba rayon polis şöbəsinin istintaq bölməsində icraatdadır. Şəhərsalma və Tikinti Məcəlləsinin tikinti tələblərinin də kobud şəkildə pozulduğu həmin tikililər barədə müvafiq icra hakimiyyəti orqanlarının da razılığı və icazəsi alınmayıb. İnformasiyanın etibarlılığı üçün bu qədər dövlət qurumunun qətiyyətli mövqeyi və qərarından savayı mistik qüvvələr tərəfindən də bir bəyan təzahür etməli idimi o tikililərin qanunsuz aparıldığını yazmaq üçün? Hardadır şər?
Hardadır böhtan Əlibala müəllim? Bu səsləndirdiyimiz informasiyalarda alçalan sizin nüfuzunuzdur, yoxsa Azərbaycan qanunları? Yayınladığımız faktların, səsləndirdiyimiz informasiyaların şərəf ləyaqətinizə və nüfuzunuza qarşı bir şər böhtan olduğu fikrindəki iradənizdə qətiyyətlisinizsə, o zaman niyə ilk məhkəmə günü bu reportajı silmə qarşılığında iddiadan imtina etməyə təklif edirsiniz? Tikinti işlərinə mövcud Azərbaycan qanunvericiliyinə əsasən məsul olan bütün dövlət qurumları bu tikililərin qanunsuz olduğunu deyir. Xəbərdarlıq məktubları ilə başlayan bu tədbirlər iki dövlət qurumunun istintaq orqanına qədər gedib çıxıb. Siz isə bu məlumatları yazan media qurumunu məhkəməyə verirsiniz. Ötən reportajda bir mollanın qeyri-əxlaqi əməli ilə bir millət vəkilinin qanunlara məhəl qoymamasını müqayisə etmişdik. O mollanı bağışlamaq və cəmiyyətin ictimai tənbeyindən xilas etmək olar. Nə qədər ikrah hissi doğursa da, nəticə etibarilə ölkəsinə zərər ziyanı yoxdur. Yıxılan öz etibarı, bəyan olan şəxsi inancıdır. Şansı gətirsə bir gün islah olar. Bir millət vəkilinin bu davranışları isə həm dövlətinin qanunlarına, həm də bu qanunların formalaşdığı ali qanunverici orqanın nüfuzuna zərər verir. Məhkəmə ədalət qarşısında cavab verməli olan tərəf nə o molladır, nə də biz. Millət vəkili olduğunuz Quba rayonunda son illər tikintisi dayandırılan yüzlərlə, sökülən onlarla ev, obyekt var. Qanunlara tabe olan mülk sahiblərinin biri də buna etiraz etmir. İzzətlə dövlət qurumlarının bu qərar və tələblərinə tabe olur. Lətifəsi sizdən uzaq. Vətəndaşı olduqları dövlətin qanunları qarşısında nizamla və sayğı ilə dururlar. Siz onlara örnək olmalıydınız. Onlar sizə örnək olur.